Şimdi baxın, Rumslar deyə bizdə Azərbaycanda siqan deyirlər. İndi mən bu xalqın adının pis mənada işlədilməsini qəbul etmirəm. Yəni bu yaxşı bir şey deyil, amma bu reallıqdır ki, olsun siqan sözü Azərbaycan dilində pis mənada işlədilir. Yəni hansısa bir toplumu geridə qalmış bir toplumu siqan adlandırırlar. Və bu heç də etnik identity deyil, yəni etnik kimlik mənası daşımır. Məsəl üçün siqanlar etnik kimlikdir, Rumslar etnik kimlikdir. Amma baxın, ə, əgər bu kimsə misal üçün bir hindlini görür, xoşuna gəlmir hindlilər və deyir ki, bunlara baxın, bunlar siqan deyə. Və burada artıq bu söz etnik kimlikdən çıxaraq bir stereotip halına gəlir, bir təhqir halına gəlir. Və biz belə bir işlənməni çox görmüşük. Azərbaycan tarixində təkcə siqanlar məsələsi deyil. Türklərlə yaxın olan monqollar haqqında bu işlənir. Həm Rusiyada, həm Azərbaycan keçmiş MDM məkanında. Məsəl üçün yəqin ki, buna hər biriniz şahid olmusunuz. Kimsə bu keçmişdə daha çox işlənirdi. Mən uşaq olanda bunu daha çox eşidirdim. Sonra biraz səngidi. Kiməsə monqol deyirdilər. Məsəl üçün kimsə nəyisə başa düşmürdü. Deyirlər ki, məsəl üçün sən monqolsan, sənin ağlın yoxdur. Burada heç də yəni nəzərdə tutulmur ki, bu insan etnik olaraq monqoldur. Yəni bu təhqirdir sadəcə, stereotipdir. Nə vaxtsa xalqlar görüb ki, monqollar gəlib bura dağıdıcı işlər görüb, bu ağıllarda qalıb ki, kimsə nəyisə başa düşmürsə, dağıdırsa, tökürsə, deməli bu monqoldur. Deməli bu monqoldur. Bu stereotipdir. Türklər barədə də Osmanlıda türk sözü heç də milliyyət olaraq yox, stereotip olaraq işlənilibdir. Yəni burada düzdür millət adları da bəzən mənbələrdə görmək olur. Yəni açıq-aşkar görünür ki, burada millətdən söhbət gedir. Amma Osmanlının bu uzun tarixində türklər İranın şimalında olan ərəblər tərəfindən muzlu döyüşən, heç nəyi başa düşməyən, heç nədən baş çıxmayan, hər şeyi dağıdıb tökən bir millət kimi nəzərdə tutulur və Osmanlılar da məsəl üçün Anadoluda kimlər kəndçi idi, heç nədən baş çıxmırdı, eləmirdi. Bunlara deyirdilər sən türksən. Yəni təhqir mənasında bunu deyirdilər. Bu heç də bunun etnik kimliyi mənasında deyildi. Yəni türklər olubdu Orta Asiyada, türklər olubdu İranın indiki şimal ərazisində, yəni biz tərəfdə yox, İranın indiki şimal ərazisində və Türkiyədə də bəzi türklər olub indiki Türkiyədə, amma böyük çoxluq olmayıblar və onların